Demək gözəl insanlar, Ağasəf əmi ilə təsadüfən rastlaşdıq bu Herbal Medikal Tibb Mərkəzində, burada həyətində. Əmimiz mədə xərçəngindən sağalıb. Əmi, buyur, danış. Necə oldu? Neçə sistem deyirsən əlinə keçdi? Valla uzun müddət əziyyət çəkdim. Mədə 2005-ci ildə tutdu məni. Uzun müddət əziyyət çəkdim. Hara getdim? O Koreyan Tibb Mərkəzi vardı, Funkulyorun yanında. Orada getdim. Bir diaqnoz qoya bilmədilər. Obşim, amma Sumqayıtda diaqnoz qoydular ki, mədə xərçəngidir. Yəni buradan su da keçirdə bilmirdim. Da mədənin başından uda bilmirdim. Təsadüfdən Ərşad Azimzadənin kitabı düşdü əlimə. Təsadüfdən Möcüzəsiz möcüzə kitabı düşdü əlimə. Getdim onu oxudum. Oxuyandan sonra özümə söz verdim ki, bu kitabın dediyinə əməl eləyəcəm. Ona kimi kitabı oxumamışdım, amma eşidirdim ki, deyirlər bir nəfər gedib çöldə qoyundan atlayıb sağalır. Düzü da belə sözləri eşitmişdim. Həmin gündən həkim dalı ilə getmədim. Ancaq oturdum, sırf o kitabın dediyi kimi getdim, özümə paduşka düzəltdim gər ağacından, tut ağacından. Sonra üstünə onu saldım, oturdum, özümə taxt aldım. Oturdum əmin pəhrizə, qidalanmaya, nə bilim mən o isti soğuk, Su terapiyası. Su prosesini, o hamam isti su terapiyası. Ondan sonra qara-qarağatın çayım, bu gün də içirəm onu mən. Yəni əmimiz inşallah ki sağalıb. Məndə kütlə böyük olduğu üçün ağciyərin arasında mən məcbur ximiya terapiya və bu sağlam həyat tərzini yaşayaraq mən də sağaldım. Allah hər birimizə can sağlığı versin. Həmimizə də can sağlığı. Mən yəni 2005-ci ildə 50 kilo çəkim qalmışdı. O vəziyyətə düşmüşdüm. Məhliyirdim, oğluma girib gəzdirirlər. İndi bu gün sağlığınızı 70 yaşım var. Əmimiz maşallah canavar kimi. İndi o mən amma onu da deyim ki, mən 2005-də yaxın görmədə problemim oldu. Lupa aşkı verdilər mənə ən axırı. Sonra düzəldim. Sonra o Nişin kitabına əməl edəndən sonra düzəldim, aşkın zadda atdım. Bu yaxında indi məndə uzaq görmədə problem yəni. İndi o turba idmanı eləyirəm gündəlik. Eləyirəm turba idmanı, durub səhər-səhər 3 kilometr yer maşınla ölçmüşəm evimizin yanında. 3 kilometre hər səhər bax belə yeni addımlarla gedirəm. 3 kilometrdə axşam gedirəm. Görürəm fərq yaranır. Görməmdə də fərq. Sən inşallah o turba idmanı ilə yürüyüşü elə bir də gündə hər gün bir stəkan kök soku iç. Sən 5 kilometr uzaqdan gələn insanı inşallah zaman gələcək dəqiq görəcəksən. Kök soku. Kök soku, bəli, kök. Eləmi? Bu qədər kifayətdir. Allah can sağlığı versin əmimizə də. Allah bütün xəstələrə şəfa versin inşallah. Bütün xəstələrə şəfa arzulayıram, amma hər bir xəstənin sağlamlığı özünün əlində. Öz əlimizdədir. İnsan o halda sağalır ki, özünün həkim olanda. Özünün həkim olanda insan sağalır. Mən bacanlı bir insan kimi bəzi halda mən bəzi adamların yanında danışıram belə. Deyirlər ki, bu kişinin ağlı qaçıbdı. Şəfa bitkilərdə. Bəli. Şəfa bitkilərdə. Bu günlərimdə mən o pəhrizə bir 40-50% əməl edirəm. Düzü. 40-50%. Sırf əməl eləyə bilmirəm. Amma çalışıram, yeməkləri qarışdırmıram. Mən 2005-ci ildə o kitabı oxuyanda siqaretlə arağı bir gündə atdım. Bir il idi mən kravatımın yanında Aşıq Əhliman var. Hamı tanıyır bunu. Aşıq Əhlimanın qardaşı Mövlüd doktor, Ucardı həkim idi o. Bir il mənə axıran oldu. Gəlib içəri qədər yeyib içirdi kravatımın yanında. O gedən kimi elə bilirdim ki, olacaq. Mən də yaşamışam o şeyləri, ölümlə üz-üzə qalmışam. Ay sağ ol, bax ölümlə üz-üzə qaldım. Axırda o kitab düşdü əlimə, həkimdən imtina elədim, dedim həkim daha sən də gəl. Sonra mən özümü sağaldandan sonra həkim məndən imdad istədi. Əllərə sərdim, bax elə belə. Görürsünüz, bu elə bir xəstəlikdir ki, o alim olsa, professor olsa, o yağ törəmələr gələndə o insan aciz qalır. Vallahi ki, aciz qalır. Böyle. Ha bax əllərə sərdi, o məndən imdad istədi. Dedim ki, sən siqaretlə arağı tərk etməsən, düzəlməyəcəksən. Dedi, yox, mən onun ikisini, mən siqaretlə arağı ikisini bir stolda oturub çörək yediğimiz yerdə attım. O mənə dedi ki, yox, Ağasəf, ikisini də birdən atma, sən ölərsən. Dedim, sən yalvarım neçə vaxtdır. Mən iynə vur canım qutarsında, ağrı, oynaqlar ağrıyır. Hər yerim ağrıyır. Nə zülüm çəkirdim.
Ona yalvarırdım ki həkim, iynə vur canım qutarsından mənim, ölüm dedim. Deyir ki, yox, mən həkim alnımı pozamam. Bəs dəmi artıq 5 dəqiqədə Allah sənə can sağlığı versin. Çünki Sağ ol. insanlar xoşdanmır uzun videoya baxmağı. Ancaq deyir qısa çək. Qısa çək. Bəli, Biz də bəli. fikrimizi çatdırmaq üçün biraz ətraflı deməliyik ki, insanlar başa düşsünlər. Allah həmimizə can sağlığı versin. Sağ ol. Allah Allah bu hamıya can sağlığı Allah bu versin. dünyada və axirətdə hər birimizə yardım eləsin inşallah. Amin.